Sual verir ki, Məkkə müşrikləri Allahın yaradıcı ruzi verən və s. bildikləri halda bütləri kim hesab edirdilər? Onlar bütləri Allah hesab etmirdilər. Yəni o bütlər əslində yəni hər hansı bir salih insanların timsalı olur. Öz-özlüyündə salih bir insanların timsalı. Yəni onlar onlara ibadət edirdilər. Məqsədləri onları Allaha yaxınlaşdırmaq idi. Yəni Allahın yaradıcı olduğunu bilirdilər, amma ibadətdə şərik qoşurdular. Yəni bütlərə yönəlirdilər. Və deyirdilər ki, "Mə na'buduhum illə liyuqarribuna ilallahi zulfə." Yəni bizim onlara ibadət etməkdən məqsədimiz bizi Allaha yaxınlaşdırmaq üçün idi. Deməli, insan Allahı yaradan, ruzi verən, idarə edən, öldürən, dirildən bunu tanımaqla yanaşı, bunu etiqad etməklə yanaşı şərik qoşarsa o qədər onun etiqadının da ona faydası olmur. Yəni Allaha olan inancın da ona bir formuna görə şirk o qədər təhlükəli əməldir. Yəni Allaha inanmaqla yanaşı insan gərək şirkdən də uzaq olsun, ibadətində Allaha şərik qoşmasın. Məsələn, insan ibadətin 100%-dən 99%-ni Allaha yönəldərsə, 1%-i Allahdan başqasına yönəldirsə, etdiyi ibadətin, Allah üçün olan ibadətin 99%-ni də məhv edir, batil edir. Və bu onu bilirik ki, görünə qədər şirk təhlükəli bir günah əməldir.